İlahi antiqni fil uda və əlhimni təqva. Deməli, nüdbə duası var. Cümə günləri səhər oxumaq müstəhəbdir. Səhər tezdən, sübh namazından sonra. Hər vaxt oxumaq olaraq əsas cümə günüdür. Nüdbə duası. İmam Zaman ağaya aid olan duadır, yəni onunla əlaqədar olan duadır. Duanın məzmunu belədir ki, Allah Teala'ya müraciət edir ki, bəs sən dünyanı yarattın, peyğəmbərlər göndərdin, biri tufandan gəmi ilə insanları xilas elədi, birini cənnətdə yerləşdirdin, birini oda atdılar, birini belə. Ta gəldi bizim peyğəmbərə, bizim peyğəmbərin də bir müddət rəftarından danışır, sonra Küsür Əleyhisselam ta gəlir bu məsələyə ki, bəs Resulullah sallallahu aleyhi və aleyhi hörmət eləmədi ümmət. Onun vəsiyyətlərinə əməl eləmədi, öldürdüyünü öldürdü, əsir aldığını əsir aldı, ta gəlir İmam Zaman ağaya qədər. Sonra başlayır İmam Zaman Aleyhisselamın adından danışmağa ki, bəs eyibdəsən, hardasan ağa, mən səni necə tapım filan. Orada nüdbə duasında ki, müstəhəb cümə günlər oxunsun və başqa vaxtlarda da müstəhəb, əsas cümə günü. Orada Əhl-i Beyt əleyhimussalamla əlaqədar ayələri gətirir, bir neçəsini. Və o ayələrin quruluşundan bizə başa salır ki, bu ayələrin təfsiri nədir? Ayələri elə gətirir ki, gətirdiyi şəkildən başa düşülür ki, bu ayələrin təfsiri nədir? Əvvəlcə təkfir ayəsini gətirir. Təkfir ayəsi də bilir hansı ayədir? Əhzab surəsi 33-cü ayə. Əhzab surəsi özü 33-cü surədir. Ayədə 33-cü ayə. 33-ün 33-ü. 3333. İnnəmə yuridullahu liyuzhibə ankumur rissəhləl bəyk və yutahhirəkum təthira. Heç şübhəsiz Allah istəyir, iradə edir ki, siz Əhl-i Beytdən çirkinliyin bütün növlərini pak etsin və sizi tərtəmiz eləsin. Sonra bu ayəni gətirir. Şura surəsi 23-cü ayə. Qul la əsəlukum aleyhi əcrən illəl məvəddətə fil qurba. Peyğəmbər, de, bu sözü Peyğəmbər demir, ha. Allah Teala buyurur, qul, yəni de, əmr edirəm, belə de. Allah Teala Peyğəmbərə əmr edir ki, öz qohumların bizə tapşırsın. Təkrar edirəm. Allah Teala Peyğəmbərinə əmr edir ki, öz qohumlarını ümmətə tapşırsın. Qul, de, la əsəlukum aleyhi əcrən. Bu peyğəmbərliyimin əvəzində sizdən heç nə istəmirəm, heç bir haqq istəmirəm, muzd, maaş istəmirəm, məvacib istəmirəm. Mən ki 23 ildir peyğəmbərəm, sizdən muzd istəmirəm, zəhmət haqqı istəmirəm. İstədiyim bircə şey var. İlləl məvəddətə fil qurba, yaxınlarımın sevgisi. 23 ildir sizin yolunuzda can qoyuram, əvəzində nə istəyirəm? Mənim yaxınlarımı sevir. Yəni kim mənim 23 illik peyğəmbərlik zəhmətimə dəyər verirsə, bu hidayət yolunda çəkdiyim əziyyətlərə qiymət verirsə, Əhl-i Beytimi sevsin. Kim Əhl-i Beytimi sevmirsə mənə qiymət vermir. Yalandan Peyğəmbər Əfəndimiz deyib gəzməsin. İndi bu ayənin özündə bəzi nüanslar var. Məvəddətlə məhəbbətin fərqi var ərəb dilində. Buyururlar, məhəbbət qəlbdəki sevgiyə deyilir. Məvəddət qəlbdəki sevgi ilə bərabər itaətə deyilir. Kim bir nəfəri sadəcə sevirsə, ona itaət etmirsə deyirlər, o məhəbbət bəsləyir. Necə ki, İmam Həsən əleyhissalam ya İmam Həsən Əskəri əleyhissalam. Bir nəfər ağaya dedi ki, mən sizin şiyələrivizdənəm. Mən sizin şiyələrivizdənəm. İmam buyurdu, belə danışma, belə iddia eləmə. Altından qalxa bilməz. Şiyə Əbu Zərdir, Şiyə Salmandır, Şiyə Miqdaddır, Şiyə Malikdir. Denə sizi çox istəyir. Şiyəyəm yox. Elə. Məhəbbət budur. Sizi çox istəyirəm. Ola bilər sizin ardınızda gedirəm, ola bilər getmirəm. Sizə itaat edirəm, etmirəm. Məhəbbətim var. Məvəddət isə odur ki, mən həm səni çox istəyirəm, həm də nə desən eləyirəm. Alimlər belə bir izah verirlər. Deyirlər, Peyğəmbər sallallahu aleyhi və səlləmə Allah Teala buyurmadı Şura 23'də ki, denən
bu risalətimin əvəzində sizdən əhl-i beytimin məhəbbətini istəyirəm. Buyurdu, de, bu risalətin əvəzində sizdən əhl-i beytimin məvəddətini istəyirəm. Yəni, sevgi və itaət. Sadəcə əhl-i beytin sevgisini Peyğəmbər sallallahu Allah təala qəribə ayə ilə bildirir. Əl-məvəddətə fil qurba. Demir əhl-i beytimin məvəddətini. Deyir, denən ki, əhl-i beytimdə qərarlaşmış məvəddəti istəyirəm. Peyğəmbər denən, bu risalətimin müqabilində sizdən bizlənə muzd istəyirəm, o da budur ki, əhl-i beytimdə qərar tutmuş məvəddətiniz olsun. Nə deməkdir bu? Bir var adamın bir neçə dəstəyə məhəbbət olsun, həm də əhl-i beytə məhəbbət olsun. Məsələn, mən Əli əleyhissalamı da sevirəm, Muaviyyəni də sevirəm. Allah ondan da razı olsun, ondan da razı olsun. Belə danışıram. Görür, xeyr. Yalnız əhl-i beytdə qərarlaşmış məhəbbət və əhl-i beyt yönümündə olan məhəbbət məqbuldur. Bu məvəddət məqbuldur. Fil qurba, fi dadə şəkilçidir, əl-müstəqər fil qurba. Yəni, əhl-i beytimin yaxınlarında yerləşən məhəbbət, məvəddət. Başqasını qaçma. Məhz yaxınlarıma aid olsun. Və yerləşsin, qərar tutsun qəlbində. Elə sadə olmasın. Səni idarə etsin o məvəddət, o məhəbbət. Sənin yuxuvu da idarə etsin, yeməyi də idarə etsin. Gərgin vəziyyətlərdə, da indi vəziyyət çətindir, biraz çətindir nədir? Elə məvəddət, məhəbbət çətinliyi də bilinməlidir. İndi mən qarşı hansı birimizdən soruşlar, əhl-i beyti sevirsən? Bəli, qurban olum onlara. Sabah əhl-i beytin marağı ilə şeytanın marağı, nəfsin marağı toqquşanda nə olacaq? Əhl-i beytin marağı nədir? Günah eləmə. Şeytanın nəfsin marağı nədir? Günah elə. Gör onda kimi çox sevirsən. Bunun minimal meyarı bilirsən nədir? Qariyə surəsində Allah Teala buyurur. İstəyirsiniz, biləsiniz nə boydasınız. Mən sizə deyim, Qariyə qiyamətin adlarından biridir. Bismillahirrahmanirrahim. Əl-Qariyə, Məl-Qariyə və Madirəkə Məl-Qariyə. Ta yevmə yəkunun nas kal-firaş məbsus qiyamətin əlamətini deyir. Söz gəlib ki, fəəmmə mən səulət məvazinuh. Qiyamət günü tərəzi qoyulanda kimin daş tərəzisi ağır gəlsə, yaxşı əməlləri ağır gəlsə, fəhvə fi işətin radiyyə. O keyfdədir. Allah ondan razıdır. O da Allah onlara verdiyindən razıdır. Bəyəndiyi məişətdə olacaq o. Bəyəndiyi yaşayışda olacaq. Və əmmə mən xəffət məvazinuh. Kimin çəksi yüngül gəlsə, fə ummuğu haviyyə. Cəhənnəm ona deyəcək, açacaq quzağını deyəcək, gəl. Gəl balam, gəl. Sən mənim balamsan. Və ma ədrakə mahiyyə. Bilirsən o cəhənnəm nədir? Nar-ı hamiyyə. Bir dənə oddur ki, Allah göstərməz. Deməli, əhl-i beyti sevməyin meyarı odur. Orada çəkin ağır gəlsin. Orada əməlin ağır gəlsin. Yaxşı əməlin pis əməlindən ağır gəlsin. Demir pis əməlin olmasın. Elə yaxşısı ağır gəlsin. Bizim bilirsiniz də nə qədər günahımız var. Biz ki, hər gün özümüzü haqq hesab eləmirik, vicdanımız qoymur haqq hesab eləməyə. Vicdanımız qoymur. Haqq hesab eləsək, adam intihar eləyər. Hədis var ki, bir dəfə qeybət eləyənin 40 gün əməli qəbul deyil. Mən gündə eləsə dəfə qeybət eləyirəm. Hələ 40 gündən bir dəfə qeybət eləsəm, heç bir əməlim qalmır. Düzdüyə yox, bu hədisə görə. Mən isə hər gün dəfələrlə qeybət eləyirəm, 40 vuranda neçə minlərlə günah olur. Amma Allah Teala nə edib? Rəhməti coşub, deyib ki, birdən qohumva baş çək, silə-i rəhim elə, hər addımında 40 min günahın bozulur. Yəni Allah Teala bizim üçün hər bir şəraiti yaradıb ki, bizim daş tərəzimiz orada ağır gəlsin. İndi biz baxaq da, yəni bundan sonra da dayı biz xilas olmasaq dayı, yəni bizə də desə də yerə zəhənnəm biz yandasın da. Yenə də olmursa da neyiyək də, yanmalıyıq da. İmam Zeynul Abidin Əsrab dayanmışdı. Bir nəfər dedi ki, mən bu haqq hesabın çətinliyini görürəm qiyamətdə, bu əməlləri, nəfsi ki görürəm, təəccüb eləyirəm cənnətə gedəcək adama. Necə böyük adam cənnətə gedir? İmam buyurdu, mən Allahın rəhmətin ki, bu qədər görürəm, təəccüb eləyirəm cəhənnəmə gedəcək adama. Ki, bu necə də həyasızdır ki, bu qədər rəhmət eləmən cəhənnəmə gedə bildi. Alınmadı ya. Bir dəfə durub atasının anasına dəysə, hər addımına 40 min günahını pozulacaq. Getmir. Ramazan ayı gəlir, aldığı nəfəs subhanallahdır, verdiyi nəfəs subhanallahdır, tutmur oruc.
Hədis var İmam Sadıq Əsəmdən ki, bizim əza məclisimizdə aldığın nəfəs təsbihdir, subhanallah. Getmir o məclisə. Yaxşı rozə demir. Yaxşı söhbət eləmir. Yaxşı hal tapmır. Sən dükanında da yaxşı hal tapmırsan, niyə çıxırsan dükanıva? Çünki bilirsən ki, çıxmalısan. Taksiyə çıxmalısan, dükana çıxmalısan. Bilirsən, işə çıxmalısan. İstədin, istəmədin. Keyfin oldu, olmadı. Uşaqlar ac qalar. Sonra sən ac qalacaqsan, susuz qalacaqsan. Hədisdə var, Ramazan ayının susuzluğu ona görədir ki, sən qiyamətin susuzluğun yadına salasan ki, orada sən su verən olmayacaq. Orada pul sədəqədir, qohumlara baş çəkməkdir, birinin əlindən tutmaqdır, birinə yaxşılıq eləməkdir, birinə din öyrətməkdir, pul odur. Onları qazanmısansa və o qədər xərcləməmisənsə, kifayət qədər qalsın, onda işin yaxşı olacaq. İndi bu dediklərimi bu bir ayələr bizə bildirir ki, doğrudan Əhl-i Beytin sevgisi bunlardır ya yox. Nə dedik? Dedik ki, Allah Teala Şura surəsinin 23-cü ayəsində Peyğəmbər sallallahu əmr edir. Ol, de. Nə deyim ilahi? De ki, Peyğəmbərliyimin əvəzində sizdən yalnız bir şey istəyirəm. Əhl-i Beytimə sevgi bəsləyir. Məvəddət bəsləyir. Təbə surəsinin 47-ci ayəsində Allah Teala nə buyurur? Buyurur. Ma sa'altukum min ecrin fehve lekum. Peyğəmbərin dilinlə. Buyururdu ki, o şey ki, mən sizdən mükafat olaraq, muzd olaraq istəmişdim, Şura 23-də demişdim ki, sizdən Əhl-i Beytimin sevgisindən başqa bir şey istəmirəm. Onu istəmişdə. Ma sa'altukum min ecrin, sizdən muzd istəmişdim, O mənə aid deyil, fehve lekum, o da sizə aiddir. O da sizin üçündür. O sevgi də sizə qayıdır. Elə düşünməyin ki, Peyğəmbərə baxın, 20 il təbliğata aparıb, deyir, mənə qovum əqrəbamı sevir. Əvvəla hamısını demir, məsumları deyir. İkincisi niyə deyir? Səbə surəsi 47-də buyurur ki, o da sizə aiddir. Qalırıq belə ki, nədir o bizə aid ola? Gəlir Furqan 57-yə. Ma əsəlukum aleyhi min əcrin, Peyğəmbər de, Peyğəmbər də deyir, buyurur. Mən ki, bu risalətimi təbliğ edirəm, bunun əvəzində sizdən heç nə istəmirəm. Yeganə istədiyim nədir? Əl-məvəddətə fil-qurba. Burada nədir? Yeganə istədiyim budur. İlla mən şə'ən yəttəxidə ilə Rəbbi səbilə. Yeganə istədiyim budur ki, biriniz Allaha doğru getmək istəsin. Yəni, mən ki, deyirəm, Əhl-i Beyti sevin, o sevginin nəticəsi nə olur? Allaha doğru getmək. Yəni, o tərəzidə yaxşı əməllərin ağır gəlməsi, yəni silə-i ərham, yəni xoş əxlaq, yəni insanlarla yaxşı davranmaq, çarəsizlərin əlindən tutmaq, bir-birini sevmək, hörmət eləmək, yaxşı əməllər eləmək, ibadətdə, Quran oxumaq və s. və ilə axır. Baxın 3 ayə. Şura 23-də deyir ki, Peyğəmbər de ki, mən sizdən yalnız və yalnız Əhl-i Beytimin sevgisini istəyirəm. Bu risalətin əvəzində. Səbə 47-də deyir ki, mən o istədiyim sevgi, muzd, haqq hesab o da sizə aiddir. Furqan 57-də deyir ki, o sizdən istəmişdim sevgi. Onun da nəticəsi budur ki, Allaha doğru yol tapasınız. Və Allaha doğru yol Əhl-i Beytimin məvəddətindən keçir. Allah Teala bizi bu ayələrə əməl eləməyə müvəffəq eləsin.